Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev meydanında ümumilli liderin barelyefi önünə gül dəstələri qoyublar. Daşkəndin Mirabad rayonunda yaradılan Heydər Əliyev meydanının və Ulu Öndərin burada ucaldılmış barelyefinin 2022-ci il iyunun 21-də açılışı olub. Ərazisi tamamilə yenidən qurulan meydanda yaşıllıq salınıb, sakinlərin istirahət üçün hər cür şərait yaradılıb. Həmin il Özbəkistanda dövlət səfərində olan Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin barelyefinin açılışında iştirak ediblər.